Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulmasının tələbləri və üstünlüklərinə baxırıq ki, bu nə deməkdir? Ümumiyyətlə, qısa olaraq başlığa baxsaq, yəni başlıq olaraq səmərəli öyrənmə mühitinin nə olduğuna baxırıq ilk olaraq. Yəni bu sözün mənasını dərk edəsi olsaq, yəni mövzunu tamamilə dərk eləmiş oluruq. Səmərəli öyrətmə mühiti nədir? Biz ilk olaraq dərsin əvvəlində uşaqlara həmişə motivasiya verməliyik. Yəni motivasiya niyə lazımdır? Motivasiya insanın hər hansı bir işə cəlb olunmağını yaxşılaşdırır. Deyək ki, cəlb olunmağını nəticənin 50% belə deyək, əvvəlcədən müəyyənləşdirilməsinə belə deyək. Nailiyyətin hər hansısa bir işin əvvəlcədən motivasiya olmuş bir versiyada uşağa biz görməyə çalışırıqsa, bu zaman işin nəticəsi əvvəlcədən demək olar yaxşılaşır. İşin nəticəsinin 50%-i yerinə yetirilmiş olur. Motivasiya işin əvvəlində aparılır deyə və bu uşaqları belə deyək də dərsə cəlb edir. Biz səmərəli öyrətmə mühitində ilk olaraq motivasiyaya fikir verməliyik. Və bundan əlavə uşaqlar üçün belə deyək də sinif mühitini təhlükəsiz eləməliyik. Əvvəllərki biz təlim mühitində uşaqları qorxan tərəf kimi görürdük. Çünki uşaqlar daim olaraq müəllimlərdən qorxurdular. Çünki müəllimin ciddi təəssürat bağışlamağı uşaqları qorxuya salırdı və biz uşaqları belə deyək, qorxudaraq öyrətməyə çalışırdıq. Tez-tez valideynə zəng eləyirdik, məktəb direktorundan əlaqələndirməyə çalışırdıq uşaqların hər hansı bir səhvlərində. Yəni onların səhv eləməklərini cəza metodlarından belə deyək, cəzalandırmış olurduq. Və bu sinifdə sağ qalma mühiti formalaşdırırdı. Uşaq qorxurdu, sinifdə yalnızca sağ qalmağa çalışırdı. Uşağın hər hansısa öyrənməklə bağlı bir marağı qalmırdı. Öyrənməklə bağlı bir istəyi qalmırdı. Yalnızca sinifdə danlanmayan, belə deyək də, vurulmayan, valideyninə zəng olunmayan, yəni belə deyək, kiminsə gözünə pis görsənməyən bir varlıq halına salırdı uşağı. Səmərəli öyrətmə mühiti yaradılmırdı. Hal-hazırdakı dövrdə isə biz kurikulumdan istifadə edərək, yəni yeni təhsil proqramından istifadə edərək sinifdə səmərəli öyrətmə mühiti yaratmağa çalışırıq. Və bunun da üstünlüklərini bilməliyik ki, səmərəli öyrətmə mühiti necə yaradılmalıdır və bunun bizə verdiyi üstünlüklər nələrdir? Bunu bu günlər öyrənirik. Yəni dərsin ümumi gedişatı giriş hissəsi bununla bağlıdır. Deməli, səmərəli öyrətmə mühiti yaratmaq üçün müəyyən strategiyalar var. İndi baxaq onlara ki, biz sinifdə necə səmərəli öyrətmə mühiti yarada bilərik və səmərəli öyrətmə mühiti yaradan zaman sinifdə uşaqların səhvlər eləməyinə belə deyək də normal qarşılayırıq. Həm davranış səhvləri, həm də öyrənməklə bağlı elədiyi səhvləri normal qarşılayaraq sinifdə uşaqları səmərəli formada öyrətməyə çalışırıq. İlk olaraq məsəl üçün bu belə deyək də strategiyalardan birincisi nədir? Strategiyalardan birincisi odur ki, biz davranış üçün aydın gözləntilər müəyyənləşdiririk sinifdə. Sinifdə bütün uşaqların necə davranmaları ilə bağlı gözləntilər müəyyənləşdirəndə biz öyrənməni səmərəli formada yerinə yetirmiş ola bilərik. Məsələn, uşaqlara deyirik ki, mülayim olun, əllərinizi ayaqlarınıza sahib çıxın, hər xoş sözlərdən daimi olaraq istifadə eləməyə bacarın, bir başqalarının şəxsi əşyalarına, şəxsi düşüncələrinə hörmət eləyin. Təhlükəsiz və hörmətli, belə deyək də, hamının hüquqları var, təhlükəsiz və hörmətli hiss eləmək hüququ var. Buna riayət eləyin. Yəni bu kimi gözləntilər qoymaqla sinifdə səmərəli öyrənmə mühiti yaratmağa şərait yaradırıq. Çünki öyrənmənin başlanğıcı uşaqlara yalnızca bilik ötürmək deyil, həm də öyrətmə mühitinin təhlükəsiz və yaxşı olmağıdır ki, uşaqlar bu zaman öyrənməyə həvəsli olsunlar və öyrənsinlər. Dediyimiz kimi, həvəsli olmaq da işin yarısının görülməyi deməkdir. Yəni öyrənmənin yarısının təmin olunmağı deməkdir. İkinci strategiya nədir? İkinci strategiya bütün şagirdlərin dinlənməsidir. Dinləmək üçün imkan yaradılmasıdır. Biz uşaqları hər hansı bir problemlərində və dərsin gedişatında, dərsə cavab verən zaman mütləq formada dinləməliyik. Bu dinləmə səmərəli öyrənmə strategiyalarından biridir. Biz uşaqları öyrətmək istəyiriksə, mütləq formada onların həm problemlərini dinləməliyik, həm də ki, dərsin gedişatında səhv sual səhv cavab versələr belə, yəni onların hər dediklərini sona qədər dinləyib ona uyğun olaraq fikirlərimizi bildirməliyik. Yəni qısacası uşaqları dinləməliyik. Üçüncü strategiya nədir bəs? Üçüncü strategiya uşaqların xüsusiyyətlərini bilməliyik. Uşaqların hansı ailədən gəldiyini, necə biri olduğunu, düşüncələrinin nə olduğunu, istəklərinin nə olduğunu dərk eləməliyik. Biz yalnızca ehtiyacı olan və əlilliyi olan uşaqlara yox, yəni problemi olan uşaqlara yox, həm də ki, digər uşaqların hər birinin xüsusiyyətlərindən agah olmalıyıq. Xüsusiyyətlərindən xəbərdar olmalıyıq. Və bundan xəbərdar olmağımız da sinifdə səmərəli öyrənmə mühitinin yaranmağına kömək eləyir. Bu üçüncü. Sonra sinifdəki bütün şagirdlərə fayda verəcək şəkildə onlara dəstək olmaq. Yəni müəllim dəstək olmalıdır. Yəni necə formada dəstək olmalıdır? Uşaqların hər bir formada öyrənməsinə, bir-birini başa düşməsinə, yəni ümumilikdə təhsilin daha yaxşı
getməsi üçün müəllim dəstək olmağa çalışmalıdır uşaqlara. Məsəl üçün, bax burada deyir ki, məsələn deyir, disleksik xüsusiyyətləri olan bir çox şagird ağ-qara fonda mətni oxumaqda çətinlik çəkir. Sadəcə olaraq istifadə etdiyimiz rəngləri dəyişmək, ağ üzərindən qara rəngdən istifadə etməkdən qaçmaq təkcə disleksiya diaqnozu olan şagirdlərə deyil, bütün şagirdlərə kömək eləyə bilər. Yəni biz görürük ki, uşağın hər hansı bir problemi var. Yəni oxumaqda çətinlik çəkir ağ-qara üzərindən. Ona rəngli kağızlardan istifadə edərək oxumağına şərait yaradırıq. Və yaxud da digər hər hansısa problem olan uşaqlarda onların işinə xeyir verəcək formada kömək eləyiriksə, bu sinifdə səmərəli öyrətmə mühiti yaratmağa kömək eləyən bir strategiya sayılır. Sonra şagirdlərə öz öyrəndiklərini necə göstərəcəklərinə bağlı seçim imkanı verin. Məsələn, deyək ki, mən müəlliməm, evə tapşırıq vermişəm. Evə tapşırıq verəndə uşaqlardan yalnızca bir formada tapşırıq hazırlayıb gətirməklərini istəmirəm. Birinə deyirəm ki, istəyirsən məqalə yaz, istəyirsən esse yaz, istəyirsən təqdimat hazırla, istəyirsən slayd formasında düzəlt, istəyirsən gəl burada çıxış formasında öyrəndiklərimi mənə çatdır. Əsas odur ki, öyrəndiklərimi mənə çatdıra biləsən. Yəni sən öyrəndiklərini necə göstərmək istəyirsənsə o formada göstər. Amma əsas odur ki, öyrən. Yəni bu kimi şəraiti yaratmaq uşaqlarda səmərəli öyrənməyə kömək eləyir. Sən çünki uşaqlara seçim hüququ verirsən və onlar istədiyi formada sənə öyrəndiklərini çatdırırlar. Sonra bir şagirdin inkişafının digərlərlə müqayisə edilməsinə yol verilməməsi. Burada əsas məqsəd şəxsi inkişafdır. Nə deməkdir bu? Məsələn, biz səmərəli öyrətmə mühiti yaratmaq istəyiriksə, sinifdə bir-birinə qarşı aqressiya formalaşdıran uşaqlar, aqressiyası olan uşaqlar yaratmamalıyıq. Sinifdə də uşaqların bir-birinə aqressiyasının formalaşmasını da qarşısını almaq üçün müəllim uşaqları bir-birindən müqayisə eləməməlidir. Yəni biz bir uşağı digərindən müqayisəsini aparırıqsa, bax filankəs səndən yaxşı oxudu, yaxşı cavab verdi, sən də onun kimi çalış, onun kimi yaxşı cavab ver deyəndə, zəif olan uşaq güclü olan uşağa qarşı aqressiya formalaşır. Və bu sinifdə bullying hallarının belə yaranmasına gətirib çıxardır. Ona görə də bizim belə etməyimiz səhv yanaşmadır. Biz müəllim olaraq əgər sosial, daha doğrusu səmərəli öyrətmə mühiti yaratmaq istəyiriksə, uşağı yalnızca özünlə müqayisə eləməliyik. Uşağın əvvəlki vəziyyətindən hal-hazırdakı vəziyyətini müqayisə eləyərək onu inkişaf elətdirməyə çalışmalıyıq. Daha başqasıyla müqayisə eləməməliyik. Başqasıyla müqayisə səmərəli öyrətmə mühiti yaratmağı pozur. Sonra 7-ci nədir? 7-ci şagirdlərə gözləmə və düşünmə vaxtları veririk. Əgər biz səmərəli öyrətmə mühiti yaratmaq istəyiriksə, mütləq formada düşünmə vaxtından istifadə eləməliyik. Çünki hər uşağın düşünməsi eyni deyil, eyni sürətdə düşünmür və eyni cürdə belə deyək də cavab vermə xüsusiyyətlərinə malik deyillər. Uşaqlar bəziləri var beyinlərində daha çox düşünüb, çox az sözdən istifadə edərək cavab verməyin tərəfdarıdırlar. Bəziləri də var ki, tez cavab verməyin tərəfdarıdırlar və düşünməsi daha sürətlidir. Bu idrak səviyyələrindən asılı olan bir şeydir. Hər bir uşaq fərqli olduğuna görə müəllim də uşaqların hamısını nəzərə alaraq hamısına düşünmə vaxtı verməlidir ki, uşaqlar özlərini ifadə edə bilsinlər. Əgər düşünmə vaxtı verilməsə, müəllim deyək ki, sual verdi, cavabı vermədi uşaq anında başqa uşağa keçirsə, bu uşağın özünə qapanmasına gətirib çıxardır və bu səmərəli öyrənmə mühitinin pozulmasına gətirib çıxardır və bir müddət sonra uşaqda passivlik yaranır və uşaq dərslərdən kənarlaşmağa başlayır. Müəllim bunun düşünmə vaxtını vermədiyi üçün. Sonra gələk 8-ciyə, bunu da danışdıq. 8-ci nədir? Sinifdə edilən səhvlərə düzgün münasibət göstərmək. Bayaq dediyimiz kimi, səmərəli öyrətmə mühiti yaratmaq üçün biz mütləq formada sinifdə olan səhvləri normal qarşılamalıyıq. Təbii ki, yəni tamamilə böyük səhvləri yox, amma sinifdə uşaqların hər hansı bir suala səhv cavab verməyini, bir uşağın digərlərlə mübahisə yaşamağını normal qarşılayaraq bunları, problemləri həll eləməyə çalışmalıyıq. Və uşaqlara bildirməliyik ki, səhvlər onların öyrənməsinə şərait yaradır. Əsasən də belə deyək də, idraçla bağlı, öyrənməklə bağlı səhvlər onların öyrənməsinə şərait yaradır. Münasibətlərlə bağlı səhvlər də təbii ki, şagirdlərin öyrənməsinə şərait yaradır ki, biz münasibətləri də, şagirdlər arasındakı münasibətləri də təmin eləməklə, öyrənmədəki çatışmazlıqları da təmin eləməklə, yəni düzəltməklə, səhvlərini düzəltməyə şərait yaratmaqla, yəni səhvlərinə düzgün münasibət göstərərək onları düzəltməyə kömək eləməklə səmərəli öyrətmə mühiti yarada bilərik. Yəni biz uşaq səhv edirsə onu danlamalı, acılamalı deyilik. Səhv olduğunun, yəni səhvləri eləməyin normal olduğunu qarşılayıb, səhvləri düzəltməyə kömək eləyərək onları belə deyək inkişaf elətdirməliyik ki, səmərəli öyrənmə mühiti yaransın sinifdə. Bax bu 8 dənə belə deyək, elementi eləmək, 8 dənə strategiyadan istifadə sinifdə səmərəli öyrətmə mühiti yaradır. Yaradan strategiyalardandır. Bunların hamısını biz məntiqi olaraq bilirik. Sadəcə olaraq dərsin gedişatında belə deyək də, mövzu olaraq hal-hazırda verilib. İndiyənə qədər bunların hamısına bağlı danışmışıq. İndi isə mövzu olaraq verilib deyə biz bu mövzuda bunları belə deyək açıqlamasını veririk ki, hansında nə demək istəyir. Belə,
Bundan əlavə, səmərəli öyrətmə mühiti yaratmaqdan ötürü sinifdə təhlükəsiz, belə deyək də, bir şərait olmalıdır. Yəni sinif mühiti normal olmalıdır. İlk olaraq, yəni səmərəli öyrətmə mühiti yaratmaq üçün dedik ki, əsas olan münasibətlərdirsə, ikinci formada sinifin təhlükəsizliyidir, sinifdəki temperatur və havalandırmadır, sinifdəki işıqlandırmadır, sinifdəki rəng tonlarıdır. Bundan əlavə, fiziki təhlükəsizliyin təmin olunması sinifdə, düzgün mebellərdən düzgün istifadə, yəni sinifin infrastrukturundan düzgün istifadə eləməyimizdir ki, bu da səmərəli öyrətmə mühiti yaratmağa kömək edən amillərdəndir. Çünki məkan insana çox vacib olan elementlərdən biridir. Sinif mühiti elə olmalıdır ki, uşaqlar ora gəlməyə həvəsli olsunlar. Əgər sinif mühiti çox belə deyək, dağınıq, pis gündə, toz torpaq içərisində olsa və havalandırması, işıqlandırması yaxşı olmasa, uşaqlar da oturmaqdan bir müddətdən sonra əziyyət çəkirlər. Və bu da öyrənmə mühitinin pozulmasına gətirib çıxardır. Bundan əlavə sıra düzülüşləri var. Bildiyimiz kimi ənənəvi sıra düzülüşü var. Burada daha çox uşaqlar fərdi və yaxud da cütlər formasında işlər görməyi daha məqsədə uyğundur. Sonra dərin masa forması var. Burada daha çox müzakirə formasında işlərin həyata keçirilməyi. Məsəl üçün burada akvarium üsulundan istifadə edərək biz bu dərin masa formasında və yaxud da dərin masa üsulundan istifadə edə bilərik. Və yaxud da digər müzakirə üsullarından da istifadə edərək, dərin masa düzülüşündən istifadə edərək. Sonra U düzülüşü var və bundan da əlavə qrup düzülüşü var ki, bu düzülüşlər də sinifdə öyrənmə mühitini belə deyək, təmin etmək üçün istifadə olunan düzülüş versiyalarıdır. Bunu da müəllim dərsin gedişatından və dərsin tipindən asılı olaraq, seçdiyi fəaliyyətlərdən asılı olaraq müəyyənləşdirə bilər. Belə. Bu səmərəli öyrənmə ilə bağlı olanlar. Qısalaşdırsaq, təlimdə səmərəli öyrətmə mühiti yaratmaq nə deməkdir? Təlimdə səmərəli öyrətmə mühiti yaratmaq uşaqları dərsə motivasiya eləmək, onları belə deyək, köhnə sistemdəki kimi qorxu altında saxlamamaq, onları dərsə həvəsli bir formada yanaşmasına şərait yaratmaq, səhvlərinin normal olduğunu qarşılamaq və səhvləri düzəltməyə kömək eləməkdir. Və burada dedik, hansı strategiyalardan istifadə eləyirdik? İlk olaraq aydın gözləntilər qoyuruq, uşaqları dinləmə imkanı veririk, yəni uşaqları dinləyirik və bir-birlərini dinləmələrinə şərait yaradırıq. Sonra şagirdlərin xüsusi ehtiyaclarının hər birinin hansı ehtiyacının olduğundan xəbərdar oluruq, onları tanıyırıq, hər birini nəzərə alırıq. Şagirdlərə fayda verəcək formada onlara dəstək oluruq. Şagirdlərin öyrəndiklərini çatdırma ilə bağlı onlara seçim imkanı veririk ki, öyrəndiklərini necə istəyirlərsə elə formada çatdırsınlar bizə, yəni göstərsinlər, belə desək. Üzrü sayın. Deməli, bir şagirdin müqayisə edilməsinə, şagirdlərin bir-birindən qarşı müqayisə edilməsinə yol vermirik. Sadəcə onları özlərindən müqayisə edirik. Sonra şagirdlərə gözləmə və düşünmə vaxtları veririk. Bundan əlavə olaraq sinifdə edilən səhvlərə düzgün münasibət göstəririk. Yəni bunları eləyiriksə, bu strategiyalardan istifadə ediriksə, sinifdə səmərəli öyrətmə mühiti formalaşdırmış oluruq. Bir müəllim olaraq. Belə.